Gəlin bu maddəni fəlsəfəsinin başa düşmək üçün detallara bölək, baxaq. Bax, deyir ki, birinci nədir? Deyir, ezamiyyətə getdiyi və qayıtdığı günlər. Yəni, sizin işçiniz ezamiyyətə gedirsə həftənin şənbə günü və həmən günü sizdə iş günü deyil, bu zaman biz buna nə etməliyik? Artıq ezamiyə normasından əlavə olaraq da 2 qat hesablanma həyata keçirməliyik. Amma işçi gedir həftənin cümə günü, şənbə, bazar istirahət edir, yəni oteldə qalır. Birinci gündən yenə də ezamiyyəsi davam edir. Yəni 5-ci gündən başlayıb, növbəti həftənin cümə gündən başlayıb, növbəti həftənin çərşənbə günü bitəcək. Bu zaman biz şənbə, bazara düşən günlərə 2 qat verməyəcəyik. Çünki həmən dövrdə o işləməyib. Yəni qaydalarda bizdə deyir ki, o orada işləməlidir. Amma getdiyi gün şənbə və ya qalxdığı gün bazar olarsa və ya bayram günü gedərsə, məsələn, Ümumxalq Hüzn günü 20-si yanvarda biz onu ezamiyə göndəririksə, bu zaman biz ona 2 qat ödəniş həyata keçirməliyik. Bəs hansı halda biz ödəniş edəcəyik bu şəxsə ki, həmən günlər getdiyi və qayıtdığı gün olmasın? O maddədə deyir ki, ezamiyyətdə olarkən həmin günlərdə işləmiş, tədrisdə, kursda, konferansda və bu tipli digər tədbirlərdə olmuş işçiyə Əmək Məcəllənin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü verilir. Bu necədir? Məsələn, Şuşada bir tədbir keçirilir. Biz 9 noyabrla bağlı tədbir keçirilir. Biz işçini göndəririk həmən tədbirə və tədbirə göndəriləndən sonra işçi gedir orada, tutaq ki, gedir ayın 5 noyabrda və 9 noyabrda konferansda iştirak edir və qayıdır 12 noyabrda. Bir həftəlik göndərmişik. Bu zaman biz həmən dövrə baxmayaraq ki, 8 noyabr zəfər günü düşür. Amma 9 noyabrda bu konferansda olduğuna görə biz yalnız 9 noyabr gününə görə ödəniş edəcəyik. Çünki həmən günü o konferansda iştirak edib. Əgər o həmən günü konferansda iştirak etməsəydi, həmən gündə istirahət etsəydi, biz onu ödəniş etməyəcəyik. Yəni bunun fəlsəfəsini başa düşülməsini istəyirəm ki, yəni biz 3 halda ödürük. 1. Ezamiyyətə getdiyi gün bayram və ya istirahət günlərinə təsadüf edirsə. 2. Ezamiyyətdən qayıtdığı gün bayram və ya istirahət gününə təsadüf edirsə. 3. Ezamiyyətdə olduğu dövrdə bayram və istirahət günü işlədiyi halda biz ödürük. İşləmədiyi halda biz yalnız ezamiyə nömrəsini ödürük. Yəni bütün halda ezamiyə nömrəsini ödürük. Sadəcə 2 qat ödəmirik. Və burada